Bu gözəl mənzərə dünyaya göz açdığım Ulu Borçalımın baş keçid rayonunun Salam Məlik kəndi ərazisində gözləri oxşayan Palıtlı dağının və xramın bir görünüşüdür. Bu mənzərəyə baxanda gənclik illərim yadıma düşdü. Çünki həmin illərdə bu yerləri qarış-qarış, təkrar dolaşmışam, gəzmişəm, güllərini dərmişəm. Aşağıda görünən ballı qayanın sinəsindən axıb gələn buz kimi soyuq bulağın gözündən su içmişəm. Ona görə də bu yerlər mənə çox doğma və əzizdir. Heç yadımdan çıxmayan o xoş xatirələr mənimlə bərabər birlikdə yaşayır və ömrümün sonuna qədər mənimlə yaşayacaq. Dağlara, daşlara çox şeylərim var. Vətən haqqında şeylərim çoxdur. İndi dinləyicilərim üçün bir dənə də şeir bu mənzərəyə baxıb deyirəm. Havalanıb yenə könlüm. Heç bilmirəm belə nə olub. Havalanıb yenə könlüm. Gözləyirəm səmalardan bir də yerə enə könlüm. Köklənib yaz havasına, düşüb bahar həvəsinə, qaranquş dək yuvasına, nə olar yenə dönə könlüm. Gör gəzirsən haralarda, dolaşırsan aralarda, gəlibsənmi oralarda, de, imana denə könlüm, de, imana denə könlüm. Bir istək var çox dərində, deyirəm, günün birində köhnə ocaq yurt yerində qura yenə denə könlüm. Əvvəlki tək bir gün gələ, gözəl çağlar düşə ələ, sədi deyir gülə-gülə, dilə gələ denə könlüm, dilə gələ denə könlüm. Yollar bağlı olduğu üçün o yerlərin həsrətini çəkirik. Gediş-gəliş olmadığı üçün çox bikif olmuşuq demək olar ki, hər il bu aylarda gedərdik kəndimizə, o gözəl çağlara qaydardıq, bulaq üstə çıxardıq, aşıqları dinlərdik. Çox təəssüflər, o illərdən çox-çox uzaqda qalmışıq. Nə bilim, həyatdır, ömürdür. Ömür gedir, vaxt bizi gözləmir. Sərhədlərin də nə vaxtı açılmasına ümid yoxdur. Artıq 6 ildən, 7 ildən artıqdır ki, sərhədlər bağlanıbdır. Orada yaşayanlar bizlərə həsrət, burada yaşayanlar da oradakilərə həsrət, o yerlərə həsrət qalmışıq. Allah axırını xeyir eləsin. Amin. Sağ olun. Hər birinizə xoş günlər.